Mən sevirəm insanın ağaran saçlarını. Onun hər yaşının öz gözəlliyini büruzə verən üz cizgilərini, bəzən də qırışlarını. Bax, məsələn, Kamran Yunusa ağ saçlar nə qədər gözəl yaraşır, deyilmi? Yox, bunu həqiqətən ciddi deyirəm. İnsanın, belə deyim, çəkisinə çəki qatır, sambalına sambal qatır və özüdür. Özüdür. Bu yaşda Kamran Yunus bu cürdür. Və bax, elə olmaq lazımdır. Olduğunuz kim olacağınız təqdirdə qazanacaqsınız. Deyir ki, mən bunu institutda bilmirəm, institut dövrünü dəyişmişəm. Deyir ki, ağ saçlarıma əl dəyməyin. Onlar mənim dəyərli günlərimin, mənalı günlərimin yaraşığıdır. Bəli. Mən öz ağ saçımı, saqqalımı o qədər sevirəm. Bəli. Və yaş keçdikcə üzümdə yaranan o qırışları o qədər sevirəm. Ömrümün günləri o qədər günlərini, çətinliklərini o qədər sevirəm. Yıxıldığım günləri o qədər sevirəm. Ağladığım günləri o qədər sevirəm. Yıxıldıqlarınız durmalı, İnandırım sizi ki, bax, hərə bir yaş dedi. Bilmirəm nə qədər bunu deməyim caiz, düzdür ya düzdür, amma belə deyim də, indən sonraki günlərim mənim üçün o qədər maraqlıdır, o qədər maraqlıdır. O diş həkiminə gedəndə, dişimizi çəkdirəndə bilirik ki, ağrı olacaq. Ondan sonra bir dənə nəfəs gələcək bizə, rahatlıq gələcək. Mən üzr hesab edin. Mənim üçün artıq indən sonraki günlərim hətta içimdə qəribə qorxu ilə ölüm günüm də mənim üçün o qədər maraqlıdır. Çünki o dünya mənim üçün o qədər maraqlıdır. Bax, bütün bu gözəlliklərin dadını, zövqünü, nəşəsini yaşaya-yaşaya gedən insan üçün hər şey maraqlıdır. Həyat gözəl. Bu mahnı çox gözəl mahnıdır. Akif müəllim bunu Allah ona can sağlığı versin. Biraz sağlamlığında nasazlıq yaranır. Buradan öpürəm, bağrıma basıram. Mən o səni doğrudan çox istəyirəm. Akif müəllimi çox istəməyəm. Xəzər ümumiyyətlə onu hamı çox istəyir. Bizim tez-tez qonağımız olur. Bütün bunlara rəğmən, bu mahnının gözəlliyinə rəğmən mən bundan sonraki illərimi sevirəm. Anlarımı sevirəm. Allah hər şeyin gözəlini nəsib eləsin, gözəl şəkildə. Bütün millətimizə, o cümlədən də mənə.